Şəfiqə xanım niyə güzgüyə baxmağı sevməyib sizcə və özünü gözəl qadın hesab etməyib? Bəlkə fikirləşirəm ki, elə bunun günahının bir hissəsi də sizdədir ki, həm də ona o gözəlliyini hiss etdirməmisiniz, deməmisiniz. Bəlkə kişilər bəzən qadının gözəlliyini də deməlidirlər, o hiss etmək var, bir qadının gözəlliyini. Bəlkə günahı sizdədir. Niyə Şəfiqə xanımda o hisslər var? O Şəfiqənin öz fikridir. Amma mən bir günləri Suriyada küçədən keçəndə yoldaşlarımla bir qadın getdi. Bəli. Sifətini görmədik. Giyimi qara giyinmişdi. Yol yerişi o qədər dürüst, o qədər gözəldir ki, mən dayandım, o qadın gedib fırlanana qədər, o küçədə dönənə qədər baxdım, yoldaşlarım da baxdı. Maraqlıdır. Dedim ki, siz sifətini gördünüz, dedilər, yox. Dedim, mən də görmədim. Amma gör nə qədər əli, ayağı. Elə bir ki, bunu əl rəssam çəkib. Bir əzası artıqdır. Görünmür axı. Görünmür, amma paltardan görürəm də necədir. Maraqlıdır. Çox. İndi Şəfiqənin də o gözəlliyi özündə var, ona deməklə deyir. Əksinə, Şəfiqə hər cürədə gözəl görünür. Nəyə görə? Mənim gözümdə elədir. O Əliağa Vahidin sözü olmasın. Amma Şəfiqə güzgüyə baxmır, bilirsiniz, əvvəldən indiki uşaqlar 12 yaşından görürüz ki, özlərini əl gezdirirlər. Amma Şəfiqə, üzr istəyirəm, toy gününə qədər özünə sifətinə əl değməyib. Bəli. Qadın Azərbaycanlı, türk qadınına layiq olan budur. Efirlərdə gündə bir rəngdə giyinən, bir rəngdə görünən qadınlar yox. Ona görə elə məclislərdə, yığıncaqlarda gərək mütləq Şəfiqəni bir rəmz kimi çağırsınlar, danışdırmasınlar. Bəli. Mən həmişə deyirəm ki, ümumiyyətlə həyatdadır bu, tək mənim sözümdür. Güzgüyə baxanda güzgü səni göstərir də, başqasını göstərmir ki. Heç vaxt ola bilməz ki, mən baxım güzgüdə sizi görüm. Mümkün deyil. Mümkün də deyil.